Gəncəyə yola çıxmışdıq və yolda qaldıq. Maşınımız nəsə oldu. Salam dostlar, gecə saat 3-dür. Bizimlə Gəncəyə gedirsiniz. Ay 3 deyil, 3 nə idi? Deyəsən indi bu maşın bizi arxasında aparacaq və bizi deyəsən ora çıxartdırır. Tam olaraq nə yaşanacaq bilmirik. Dostlar, bu indi bizi indirir, biz bunun içində gedəcəyik. Mən elədim zarafat edir, amma həqiqətən elə gedəcəyik. Gördük getməyə yoruluruq. Dedi ki, qoy bizi maşında olarlar, belə aparsınlar. Işıq yanında akkumulyatorda zəiflədi deyəsən, akkumulyatorda işıq yandı. Şaka yapıyor olmalısın. Kodda çatdı. Heç nə, bək gözümüzdəydi ya. Çox səhv elədim, mən bunu Instada paylaşdım. Göz makyajım necə olub? Mən göz makyajı elə də eləyən biri deyiləm, amma eləmişəm. Məncə qəşəng olub. 2 dəfə bir şey yaraşdırdım. Normalda göz makyajı yaraşdırmıram. Düşmür gözüm. Uşaqlar, indi bunun başındayıq. Bu bizi belə aparacaq. Heç nə də belə. Dostlar, heç nə. Bunun üstündə gedirik indi bu dəqiqə belə. Maşın təmiz xarab oldu. Heç hara gedən bilik. Qalmışıq burada. Telefonum sönüb. Bir paylaşım eləyə bilmirəm ki, bəlkə bir kömək eləyəcək kimsə olardı burada. Zaretkamı da var, bilmirəm. Neyniyəcək, heç bir fikrimdə yoxdur. Bu da bacımın telefonudur. Heç nə belə, bilmirəm indi nə olacaq, inşallah sizlə paylaşacağım. Qədırxundayıq, otururuq biraz çay içək. Adaptör məndə var. Mama, onun adaptörü mənə getmir. Neyse, bütün səmpozlu adaptörünü də götürəməmişəm. Telefonu sönüb, o qədər çağırdılar ki, şey eləyənmədim. İndi qalmışam belə. Gəldik çay içək. Dostlar, rentekarları yığdıq. Heç birində maşın yoxdur, biri də açmadı. Qalmışıq burada. Deyəsən, əmin Bakıdan bura gələcək. Heç nə. Köməyimizə çatan almadı. Allah qıl işte. Olmayında almıyor, değil mi? Kombinime baxın. Ad günəydi güya. Bir dənə gözəl ürəkli takipçimiz var. Aytən xanımdır, səhv eləmirəmsə adı. Bizə deyir ki, atam gəlsin, aparsın. Yəni, inanın ki, o iş alınmasa belə, onun o düşüncəsi həqiqətən mənə çox bəs oldu ki, biz insanlar tərəfindən bu qədər seviliriksə, bizi təbii ki, biz hörmətini eləyəcəyik o öz yerində, amma yəni həqiqətən bu düşüncə çox yaxşı bir şeydir. Heç nə dostlar, buradan taksi tapdıq. Elə o xanımın atası gələcəkdi. Sonra dedi ki, bəs tapdıq. Həqiqətən şu an çox gözəl hiss edirəm. Bu dəqiqə qürsüz olmalıyım, amma ona görə çox yaxşı hiss edirəm. Tezdirik dostlar. Arkadaşlar gelmişim markete. Ne alalım? Diye böyle keyifli Sen ayıp bilirsin. Arkadaşın kaldı. Ayıp nerede? Arkadaşlar yatmışız. Saat 4-5'ti. İngiliz satırır hele. Yatmışım diye. Böyle. Salam dostlar, sabahınız xeyir. İndi nə edirik? Gedirik içmirik falan. Sağla getməklə getirməyin arasında qalmışam. Qaynanam deyir ki, get. Amma arada qal. Əslində buranın salı çox gözəl vardı. Mən yine böyle düşünürdüm ki, indi Gəncədə də pis olar. İndi var rayon deyəcəm neçədir uşaqlar. Mən rayon olmayanda demirəm. O biri blogumda demişsiniz ki, Gəncə rayon deyil şəhərdir. Bunu mən də bilirəm. Amma mən bilsiz necə Bakıdan kənarı rayon kimi deyirəm. Xahiş edirəm, bu sözümü səhv başa düşməyin. Mən pis mənada demirəm həqiqətən. Sadəcə gəzməli yer olaraq deyirəm də. Başa düşdünüz bunu? Məncə başa düşdük. Anlaşdıq hə dostlar. Hə nəysə. Düşünmüşdüm yaxşı olmasa, amma həqiqətən buranın salonu var bir dənə. Həqiqətən çox gözəldir. Yox düşmürsən. Gözüm görəcək. Hə, kesin həvəsləndirmişlər mən orada. Çox gözəl idi. İndi bilmirəm. Görüm çatdırsam, gedərəm. Çatdırmasam özüm eləyərəm. Amma saçım mütləq salon istəyirəm. Çünki axıtım yoxdur. Duş aldım arkadaşlar. Of, yani sanki her şey bilerekten mi ters gelir bilmiyorum. Dünəndən günüm o qədər belə qarışıq keçir. Sinirlərim pozulur. Ay Allah, bunların burada da ev var. Blokları göstərməmişim ev var. Pilləkəndən biri var yuxarı qalxmaq, biri o tərəf, bir də bura var ölmüş. Neyse, o biləm bütün işlərim ters gedir. Dünəndən bəri, dünən demək olar keçmək istədim ki, almamışdı. Bugün də eyni vəziyyət. Belə. Heç nə yox, bu dəqiqə özümü şokoladla təsəlli eləyirəm ki, ən azından yəni sevdiyim şokoladlardır. Başqa heç nə yəni. Əgər bunlar olmasa, yəqin ki mən
Bugün bütün əsəb olardım. Nəysə, hələ də əsəbiyim, çünki hələ onları yeməmişəm. Yiyim sonra. Bayaqdan deyirəm çay qızdırın. Heç bir şey eləmir. İndi mən də onlara verməyəcəm. Siz də haqlı deyillər. Mən də çox haqlıyam. Orada dostlar qərarlaşdırdım. Saçımı sağımda elətdirəcəm. Makyajımı özüm istəyirəm. Amma işte oraya gedəndə fikrim dəyişə də bilər. Bilmək olmaz. Görün buralara qoya bilsəm, orada burada ilk dəfə elətdirdiyim saç makyajımı sizinlə paylaşacağım. O da görüm tapsam qoya bilsəm. Evet dostlar, çayımı süzdüm. Çalışdığım qədər vlogu uzun eləyəcəm. Çünki siz deyirsiniz uzun elə. Bilmirəm orada maksimum nə çəkə bilərəm, amma uzun eləyəcəm. Belə. İndi heç kim vecimə almıram. Hamısı oturub uzanıb oralarda. Mən deyəndə mənə deyirlər, yoxdur. Görürsünüz, istəyən eləyər. Heç nə, məncə $1000 baxacaq bu vecimə. Olun dudaktan öpünce... Orada da biz, burada da biz. Tek fikirləşdim. Bəlkə də. Bəlkə də yox. No. Burada mahnıya görə səsi bağladım. Mahnı gələn kimi spam eləyir. Onun üçün mahnılı yerlərdə səs bağlayacağım. Burada yenə mahnı. Təmiz unutmuşam ki, YouTube'da mahnı qoya bilmirəm. Belə də çəkmişəm. Burada Mehram keçikdə bir mahnıya qulaq asır. Mən də deyirəm ki, yəni ağzıma xüsus başa düşəsiniz. Görəsən niyə belə mahnılara qulaq asır? Bəli, tam olaraq burada dedim. Belə. Deyirəm ki, baş çatmır da yəni bu konkret. Gedirik xalası gilə. Yətimlə görə Yatırmışam sanki. Gəldi indi xalası gilə. Burada oturuq. Səhər yeməyi falan yeməmişik. İndi yəqin ki onu yeyəcəyik. Mirişi görmüsünüz də onsuz keçən dəfəki vlogda. Miriş orada. Gözükmüyor Miriş. Mirişin bacakları gözükmüyor. Miriş bura bak. Bakın Miriş. Salak Miriş. Bal Miriş. Mehrim ayağına eğilir. Sen ben demiştim püs gözler. Gıybet edilip değil. Ben yedim, ben de çocuk kopyaladı. Süfremiz kuruluyor, saskalarımız pişiyor. Şimdi... Linkneti nöqtə nə bilim nə. Bil internette ben yok da yani. Yemek yiyorum. Kim kaldı yine? Tanımıram. Ama yemek yiyorum şu an. Babanın bacısı. Değil mi yani? Ha. Şahlama bak. Hem olmak yemek ye. Bu arada dostlar, ilk defa atamla Mehram bu evdə üz-üzə gəlibdi. Baxın, yəni həmiz olmamışdı hələ. Dost kimi tanış olurdu ailələr bizi tutduqdan sonra. İlk defa burada üz-üzə gəldi. Çünki məsələn Mehram gəlib bizə gəlib, amma Mehram gəlməmişdi. Bizi Gəncəyə qonaq çağırdılar. Atam bilmirdi Mehram da burada olacaq. Burada dırnağım daha, yəni yemək bişirəndə belə oldu. Başa düşmüyorum. Hə, nəysə. Deməli atam bilmirdi Mehram burada olacaq. Biz buradaydıq falan. Bir də Mehram'a atam salamlaşanda burada düz mən videolarını çəkmişəm. Və görüm inşallah yadıma düşsə o videonu, bu vlogun arxasını bilib iminlə bu videodan sonra qoyacağam. Mehramla atan salamlaşmanı deyirəm, buradan video çəkmişdim. Sen burada bakın. Görüm inşallah. Buradan baxın. Bir solum buram ben de buradan bakın. Bu arada videonun arxasında nəfəs almağım o qədər aydın şəkildə idi. Səsi bağladım, biraz utandım sözünüzü. Ürəyim dup-dup eləyirdi o moment həqiqətən də. Bu arada, baxın, indi gedir atamla salamlaşmağa. Atam ayaqsa duranda ilə orada oturub, indi baxın əlinə salamlaşır. Atam oradadır. Of, hissləri yəni sizə sözlə başa sala bilmərəm də həqiqətən və çox qəribə salamlaşmışdılar. Siz bunu bilməyəcəksiniz. Mehram gəl. Deməli dostlar, Mehram mən salonda olduğum müddətdə istəyir ki, getsən mağazaya, babası kimi mağazasına, amma indi deyirəm, taş kağıt makas oynayacaq. Utsa gedir, utmasa yox. Düz mənə icazə verməmişəm ona nəysə. Gəl. Mən özüm elədim, özüm öz başıma mənasıram. Taş kağıt makas. Bir, yox, bir sənsən, üç sən elə. Atlar üç sən deyib. Dur təzdən də eləmə. Taş kağıt makas. 2-0. Orasını çək. Kəsməyəcəm. Yox, kesin sıfırda bu zırh. Kəsməyəcəm. Ayıb qalma. Yadlarını salacağım. Eləmə. Mehram. 2-0'dır. Taş, makas. 1, 2. Hə.
çaldı, ne qoyuyorum? Koyuyorum. Bu nədir daha? Utdum da. Nəysə, az icazə verəcəkdim, yazığım gəldi. Ömər, buna göz qulaq ol. Rəfirim. Heç nə uşaqlar gedir, onun üçün mağazaya. Bu qədər. Mənə gedirəm sağama. Sağ ol. Qardaşdan olmaz ha. Sən də mən kimi tökülüb dəs. Necə də xoşbəxt olduğunu. Qızlar, bir dənə salona gəldim. Məsələ qəşəyə oxşuyur. İndi bilmirəm. Girim görüm buradır. Arxa fondakı mahnıya görə səsi bağladım və burada sizə deyirəm ki, and olsun Allah, salonun dizaynı çox mükəmməldir. Yəni deyirəm, Bakıda niyə belə eləmirlər? Şokam ki, yəni Gəncədə belə salonlar həqiqətən çox mükəmməldir. Mən o dəfə də gələndə də çox qəşəng idim. Həqiqətən Gəncə çox qəşəngdir. Çox bəyəndim. Burada isə sizə təxmini göstərməyə çalışmışam. Mehriman xalası qızın üzünü tuturam orada. Həqiqətən çox gözəl idi də salonun dizaynı. Evet arkadaşlar. Belə bir yerdir. Neysə, oturaq. Ürəyimiz sıxıldı da. Mən tez gətiriblər bura, oturtdurdular. Mən də deyirəm, gedirəm, başlayırıq. Ne baxsan mənə? Palatlarım deyə durub mən. Nə? Mənə başlayacaq. Az qaldı. Bence YouTube təcili formada bu mahnı götürməmə olayını düzəltməlidir. Çünki vlogum yama görə qalır. Dostlar, çıxdım indi. Deməli, salonun adı. Burada Gəncədədir salon. Sophie deyil. Baxın, salonun adı Sophie by Studio'dur. Belə bir şey. Mənim saç makyaj ustam isə Aytəkin xanım idi. Deyim, yəni gəlmək istəsəz, həqiqətən mən çox razı qaldım. Qızlar, kombinim belə oldu. Ayaqqabılarım belə babet giymişəm. Tam kombin belədir. Sizcə necə olmuşam? Qara bir çanta taxacam. Aksesuarlarımı unutmuşam. Gətirəməmişəm, onun üçün ancaq belə. İndi bu tam sıxmamışam. Tam sıxanda daha gözəl oturur. Bacıma deyəcəm, o sıxsın. İndi hamımız hazırıq və gedirik. Kombinimi gördünüz ansız. Bu da Mehriman kombini. Gəl dəstək dana. Siz elə bilin ki, Allah atamla desən bundan yox. Gedib tam atam bu tonda kofta alıb. Kofta yox, sarışqa. Kofta sayılır. Sarışqa. Yox, şalvarda mı adı sarışqadır? Şalvar Siz deməli, fikir şalvarı vermeyin, qara. bu biraz beynini çatmış. Evet arkadaşlar, kardeşimdir. İndi hazırıq, gedirik. Maşındayıq. Baxın makyajımın gözəlliyinə. Dostlar, çatdıq restorana. Mehriman arada özünü göstərəcəm. Bizim sevgili formada başımız çatmıyor. Restoranın adı nədir? Gözmən sevgilim. Dan ulduzu. Wow, oh my god. Neyse. Buradan mənə pislik elə dedin. Neyse, gəldik görək dostlar. Görək bura necə bir yerdir. Əsas yeməkdir, əsas qarnımız doysun, değil mi arkadaşlar? Yenə mahnıya görə təbii ki səsi bağlayıram. Deyirəm, burada gəlmişik, restorandayıq və Mehriman burada pul yığan qoymuşlar güya. Mehriman da deyir ki, yox, yalan deyir. Amma yalan demirdim. Neyse, mimkalardan zaten hər şey aydındır. Deyirəm, yalan deyirəm. Bu belə deyirəm burada. Onu da qısa da olsa bacımı da göstərirəm. Çünki həmişə qızlar soruşurdu ki, bacından oxşuyursuz falan deyə. Arkadaşlar, başımız partladı. YouTube'a çalışacağım, mahnı olan yerləri qoymayacağım. Çünki sonra YouTube spam atır. İnşallah ki, arkadaki mahnı səsinə görə də spam atmaz. Dostlar, qalmışıq burada belə. Nə bilim, keçir də normal keçir. Bəlkə bomba keçir mənim üçün. Bilmirəm, bəlkə də xoşuma gələn mahnılar mı deyil, bilmirəm, amma belə. Aslında gözəl. Dostlar, Anqarandan Bakıya qaydırıq, çünki bilirsiniz də maşınımız xarabdır və boşluq tapdıqda sırayla qaydırıq. Bilmirəm nə qədər vlog çəkə biləcəm, bağdan komedixanaya bax, o qədər yorğunam. Elə bir vaxtımız da yox idi deyə sadəcə əynimi dəyişə bilmişəm və makyajla gedirəm. Məncə qızların ən böyük qorxusudur. Nəysə. Eşitlə belə. İndi qardaşımla mən gedirəm. Düzdür, Mehriman da bizim maşındadır.
evimdən də mən. Yenə dostik olar. Gönül istərdi dincəlib getmək, amma qismət. Zaten ad gündən yarım çıxdıq. Elə böyük nəfis qoydum ki, ad gün qutardı mən çıxanda. Arkadaşlar, bugünlük bu kadar. Bizim videomuzu, vlogumuzu beğenip bize abone olup yorum yazıp bunları unutmayaq, xahiş edirəm. Yoxsa həvəsdən düşərəm, çünki son vaxtlar əvvəlki kimi deyil. İlk vaxtlar daha çox şey olmuşdu. Bu arada makyajım necədir? Vlogun sabahı çəkirəm bunu, çünki yadıma düşür ki, mən sizdən sağollaşmamışam. Dedim, belə hörmətsizcə olmaz, qıdıma baxmayın. Onun üçün də dedim. Sağ olun, dostik olar. Özünüzə yaxşı baxın. Abunə olun ha. Əmrdir, xahiş edirəm.